Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə təqdim etdiyimiz sınağın izahına baxırıq, lakin sınağın izahını keçməzdən öncə sizlərə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim ödənişli və ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bir daha təkrar edirəm. 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayırıq suallarımızın izahına. Baxırıq birinci suala. Birinci sualda deyir ki, x kvadrat üstəgəl 2x çıx 1 bərabərdir 0 tənliyinin kökləri x1 və x2 olarsa, həmçinin bizə vurğulayır ki, x1 kiçikdir 0-dan. Bu nə deməkdir? Yəni x1 mənfidir. Olarsa bu ifadənin qiymətini hesablayın. Bu ifadənin qiymətini hesablayanda, bax bu kvadratla bu kök gedir. Dərəcə cüt olduğu üçün modulda olacaq. Deməli, x2. Üstəgəl, yenə bu kvadratla bu kök gedir. Dərəcə cüt olduğu üçün nə olmuş olacaq? Modulda olacaq. x1 çıx x2. Və çıxılsın, 4 vurulsun, modulda x1 olacaq yenə. Yəni, dərəcə cüt olanda hər zaman kökdən çıxardırsa, modulda çıxartmalısınız. Və indi moduldan da azad etmək üçün siz x2-nin, x1-in işarələrini, bir də x1 çıx x2-nin mənfi və ya müsbət olduğunu bilməlisiniz. Onu da baxın, buradan müəyyən edəcəksiniz. Bu tənlik çevrilmiş kvadrat tənliyidir. Çevrilmiş kvadrat tənlikdə köklərin hasili x1 vurulsun x2 bərabər olmalıdır mənfi 1-ə. Köklərin cəmi isə x1 üstə gəlsin x2 bərabər olmalıdır əks işarə ilə ikinci əmsalın deməli özünə. O da mənfi 2. İndi gəlin diqqətlə baxaq. x1 mənfi ədəddir. Bax, siz mənfini nəyə vursaz, cavab yenə mənfi eləyər, müsbətə vursaz. Yəni, x1-in mənfi olduğunu, artıq x2-nin isə böyükdür 0. Yəni, müsbət olduğunu burada müəyyən etdik. Əgər modulda olan ifadə müsbətdirsə, olduğu kimi çıxacaq. Yəni, 2x2. Bu mənfidir. İndi burada da fikir verin. Mənfi çıx müsbət var. Bu sizə yenə mənfi verəcək. Modulda olan ifadə bu mənfidirsə, artıq yerlərini dəyişib çıxacaq. Yəni, x2 minus x1 olacaq. Modulda olan mənfidirsə, olduğu kimi, x1 formasında çıxmır. Qarşısına minus atıb çıxır. Yəni, işarəsini dəyişib çıxır. O minus da gəlir bu çıxma işarəsini üstəgələ çevirir. Olur üstəgəl 4x1 bərabərdir. Sadələşdirirəm. 2x2 üstəgəl 1x2 olur 3x2 mənfi x1 üstəgəl 4x1 bu da eləyir müsbət 3x1 və siz burada 3-ü mötərizə xaricinə çıxartsanız qalır x1 üstəgəl x2 burada fərqi yoxdur toplananların yerini dəyişsəz cəm dəyişməyəcək x1 ilə x2 cəminin mənfi 2 olduğunu bilirsinizsə 3-ü də vurursunuz mənfi 2-yə düzgün cavab mənfi 6 alınmış olur yəni testimizin doğru variantı olur A bəndi. Keçək növbəti suala. Baxırıq ikinci sual. İkinci sualda bizə belə bir limit verir və bunu hesablamağı soruşur. Əgər siz bura məxrəcə mənfi 3 qoysanız, deməli 0 olacaq. Bu da yəni ödənmir. Ona görə gəlin biz bunu sadələşdirək. Yazıram limit x deməli mənfi 3-ə yaxınlaşdıqda x mənfi 3-ə yaxınlaşdıqda bu elə olduğu kimi qalsın 1 bölünsün x üstəgəl 3. Burada işarəni dəyişirəm, müsbət eləyirəm. Bunu isə 6 bölünsün. Deməli x kvadrat çıx 9 olaraq göstərirəm. Bu da bərabərdir. Limit x mənfi 3-ə yaxınlaşdıqda yenə 1 bölünsün x üstəgəl 3 olduğu kimi qalır. Gəlin belə edək. Bu x kvadrat çıx 9-u. Elə bilirsiniz ki, bunun məxrəci x minus 3, x üstəgəl 3 deməkdir. Doğrudur. Deməli, ortaq məxrəc götürdükdə nə olacaq? X minus 3, x plus 3. Elə bunun özü olmuş olacaq. X çıx 3, x üstəgəl 3. Ortaq məxrəci birinci kəsrin məxrəcinə bölsəz x minus 3 qalacaq. Onu da 1-ə vuranda x minus 3 eləyir. Ortaq məxrəci ikinci kəsrin məxrəcə böləndə sadəcə 1 qalır. 1-i də 6-ya vurursunuz eləyir 6. Bu da bərabərdir. Limit x mənfi 3-ə yaxınlaşdıqda deməli 6-dan 3 çıxırsınız eləyir 3. Burada da elə x çıx 3, x üstəgəl 3 qalır. Bu müsbətlər ixtisar gedir. Sadəcə 1 bölünsün x minus 3 qalır. Burada da gətirib x-in yerinə mənfi 3 yazsaz, mənfi 3 minus 3, bu da 1 bölünsün, mənfi 6 alınmış olur. Yəni, mənfi 6 da 1, testimizin düzgün cavabı olmuş olur. D bəndi. Keçək növbəti suala. Baxırıq burada 3-cü sual. 3-cü sualda deyir ki, A parametrin hansı qiymətində bu tənliklər sisteminin həlli yoxdur? Tənliklər sisteminin həlli olmamağı üçün yazmalısınız ki, 1-in 3-ə nisbəti
Bərabər olmalıdır 2-nin A-ya nisbət, amma bərabər olmamalıdır 3-ün 3-ə nisbəti, yəni 1. İndi bu hissəni hesablasaz, çarpaz vuranda A bərabər olur 6-ya. Həqiqətən də 6 bura qoysaz 6-da 2, 1-ə bərabər olmayan 1, deməli kəsirdir. Ona görə cavab A-nın 6 qiymətində, yəni testimizin düzgün cavabı A bəndi A variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq 4-cü suala. 4-cü suala deyir ki, verilən bu funksiyanın təyin oblasına daxil olan tam ədədlərin hasilini tapın. Birinci bax, bilməliyik ki, bu hissə böyükdür 0 şərtini ödəməlidir. Yazırsınız 7x çıxılsın x kvadrat böyükdür 0-dan. X-in mötərizə xaricinə çıxartsaz olur 7 çıx x böyükdür 0-dan. Birinci kök 0-dır, ikinci kök 7-dir. 0, 7-ni yadda saxlayın, indi ədəd oxuyacağını qeyd edəcəm. Bir də bu əsas var ya, x minus 3. X çıx 3 1-ə bərabər ola bilməz. Həmçinin x çıx 3 böyükdür 0 şərtini ödəməlidir. Bunu yazmağı unutmayın, yazılmalıdır. Burada x deməli 4-ə bərabər ola bilməz. Burada isə x 3-dən böyük qiymət almış olur. Yəni böyükdür 3-dən. İndi ədəd oxu üzərində qeyd etsəm, bax 0 buradadır, 7 buradadır. Alırıq belə bir intervala. Bu x-i deməli vuranda mənfi x kvadrat eləyir. Deməli kənarlar mənfi olur, orta müsbət olur. Bu da böyükdür 0. Müsbəti istədiyinə görə bax bu hissə ştrixlənir. 3-dən müsbət sonsuzluğa olmalıdır. Bax 3 burada yerləşir. 3-dən müsbət sonsuzluğa. Və bir dənə 4 qiymətini burada ala bilməz. Bax 4-ün içərisi boş. Yəni bizim cavabımız olur 3-dən 4-ə, birləşir 4-dən 7 aralığına. Hansı hissələr yəni kəsişirsə, ortaq şirklənibsə oranı götürürsünüz. İndi burada daxil olan tam ədədlərin hasilini istəyir. 3, 4 daxil deyil, 4 daxil deyil, 7 daxil deyil, amma 5 və 6 daxildir. Ona görə 5 vurulsun 6 düzgün cavab 30-a bərabər olmuş olur. Yəni testimizin doğru variantı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 5-ci suala. 5-ci sualı deyir ki, BY AC-yə perpendikulyardır. DF də AC-yə perpendikulyardır. YD bərabərdir kök altında 117-yə. Daha sonra YF bərabərdir 9 olarsa düzbucaqlığın sahəsini tapın. Buradakı Pifaqor teoremindən istifadə edib FD-ni tapırsınız 6. Digər tərəfdən bu iki üçbucaq bir-birinə oxşar olduğu üçün ABC ilə AC-dir. Buranı x ilə işarə etsəz, avtomatik burada x olmuş olacaq və üstəlik FD hündürlüyü 6-dırsa, BY hündürlüyü də 6-ya bərabər olmuş olacaq. Onda deyə bilərsiniz ki, h kvadrat bərabərdir m vurulsun n. Burada mən ABC üçbucağına baxıram. 6-nın kvadratı bərabərdir x vurulsun 9 üstəgəl x. 6-nın kvadratı edir 36. 36 əgər x vur 9 üstəgəl x-ə bərabərdirsə, seçmə üsulu ilə götürürəm. X bərabərdir 3-ə. Çünki 3 dəfə 12 36 eləyir. X-in 3 qiyməti bəlli oldusa artıq. Fikir verin. X 3-dür, düzdür. Onda bu hipotenuz, yəni bu tərəf nəyə bərabərdir? 3 üstəgəl 3, 6 üstəgəl 9, 15-ə. Deməli, buranın 15 olduğunu tapdınız. Fikir verin, tərəf bəllidir, 15 bəllidir. Bura çəkilən hündürlük var, 6. Siz sahəni tapanda 15 vurulsun 6 bölünsün 2 düsturundan istifadə etsəz, bu sahəni tapacaqsınız 45. Deməli, bu bölünən yarı düzbucağının sahəsi 45-dirsə, avtomatik bu tərəfinki də sahəsi 45 olacaq. Onda 45 üstəgəl 45, tapırsınız ki, bu düzbucağının sahəsi 90 kvadrat santimetrə bərabər olmuş olur. Yəni, testimizin doğru variantı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 6-cı suala. 6-cı sualda deyir ki, düz paralelipipedin oturacağı diagonalları 6 və 4 cm olan rombdur. Paralelipipedin həcmi 72 kub santimetr olarsa, onun hündürlüyünü tapın. Biz bilməliyik ki, həcm düsturu S oturacaq vurulsun hündürlükdür, yəni H-dır. Yazırsınız 72 bərabərdir. Fikir verin, S oturacaq rombdur. Rombun diagonalları sizə verilibsə sahəni necə taparsınız? Diagonallar hasilinin yarısı 6 vur 4 bölünsün 2 vurulsun H. Buradan 72 bərabərdir. 6 dəfə 4, 24, 2-yə bölsəz 12. 12 vurulsun H. Deməli, buradan tapırsınız ki, onun hündürlüyü 72 bölü 12, 6 santimetrə bərabər olmuş olur. Yəni, 6-cı sualda testimizin doğru variantı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 7-ci sual. 7-ci sualda deyir ki, F1 və F2 silindirləri oxşar olarsa, F1 silindirinin yan səthinin sahəsini tapın. Oxşar fiqurların sahələr nisbəti hər zaman nə idi? Bu uyğun tərəf deyək də, bunların nisbətlərinin kvadratı idi. Yəni, K-nın kvadratına bərabər idi. Oxşarlıq əmsalının kvadratı. Onda yazırsınız ki, S yan bölünsün 45 pi, çünki digərinin sizə yan səthin sahəsində 45 verib bərabərdir. Bunun radiusu 2-dir, bunun radiusu 3-dür. Yazırsınız 2-nin 3-ə nisbətinin kvadratı, yenə deyirəm, oxşarlıq əmsalının kvadratı olmalıdır. Onda S yan bölünsün 45 pi bərabərdir. Bunun kvadratı eləyəcək 9-da 4. Gəlin 45 ilə 9-u ixtisar aparaq. 1 dəfə, 5 dəfə.
Onda s'i 1'ə vurursunuz. Yazırsınız ki s yan bərabərdir 5 pi vurulsun 4'ə. O da bərabərdir 20 pi alınmış olur. Yəni 7-ci sualda testimizin düzgün cavabı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq burada 8-ci suala. Deyir ki, tangens kvadrat 2x bərabərdir 1 böl kosinus kvadrat 2x çıx tangens 2x olarsa bu tənliyi həll edin. Birinci növbədə bu 1 bölünsün kosinus kvadrat 2x əvəzinə siz 1 üstə gəl tangens kvadrat 2x yaza bilərsiniz. Çıxılsın tangens 2x yazırsınız, bərabərdir tangens kvadrat 2x. Baxın, bu tangens kvadrat 2x ilə bu tangens kvadrat 2x getdi. Bu bir tangens 2x-i keçirdiniz sağ tərəfə, olur müsbət tangens 2x bərabərdir 1-ə. Bu da bunun deməli xüsusi halı olduğu üçün 1-i harda alır? Deməli 45-də alır. Yazırsınız ki 2x bərabərdir pi bölünsün 4 üstə gəlsin pi k. 2-yə də bölürsünüz, x bərabər olur pi bölünsün 8 üstə gəlsin pi bölünsün 2k və ya pi k bölünsün 2. Və yoxlamaq lazımdır ki, bu kök bizim məxrəci sıfıra çevirən yəni qiymət olurmu? Xeyr, olmur. Ona görə cavabımız elə pi böl 8 üstə gəl pi k bölünsün 2. Yəni C variantı C bəndi alınmış olur. Keçək növbəti suala. Baxırıq 9-cu suala. 9-cu sualda deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə MYN bərabərdir 45 dərəcə, MN bərabərdir 18 cm olarsa, OM parçasının uzunluğunu tapın. Deməli, buranı bizə verir. Biraz bunu balacalaşdırın, variantlar da tam görülsün. Hardasa belə. Deməli, MYN bərabərdir 45 dərəcə. Bax, bu bucaq 45 dərəcədir. İndi siz baxmalısınız ki, bu mərkəzdir. Bu da, deməli, mərkəzə, daha doğrusu, diametrə söykənən bucaqdır. Diametrə söykənən bucaqda 90 dərəcə olur. Bura 45 dərəcəsi avtomatik burada 45 dərəcə olacaq. Deməli, bu düz bucaq, üç bucaq bərabər yanlıdır. Bu katet 18 isə bu katet 18-dir. Hipotenuz katetin kökdə 2 misinə bərabər olmuş olur. Yəni, bura eləyir 18 kökdə 2. Və diametr 18 kökdə 2-dirsə, radius nəyə bərabər olacaq? Yarı bölürsünüz, eləyir 9 kökdə 2. Bu sizdən OM parçasının uzunluğunu istəyir. OM də elə radiusun özüdürsə, deməli, düzgün cavab 9 kökdə 2 alınmış olur. Testimizin doğru variantı olur D bəndi. Keçən növbəti suala. Baxırıq 10-cu suala. 10-cu suala deyir ki, bu ifadənin qiymətini hesablayın. İfadənin qiymətini hesablamaq üçün gəlin sadələşdirək. Yazıram 25 üstü kök 6 ifadəni qüvvət şəklində 3də 1 kimi yazıram. Bu doğru loqaritma deməli 5 əsasdan 27. Qüvvəti qüvvətə yüksəldəndə elə bu qüvvətlər bir-birinə vurulur. Gəlin mötərizəni silim. 3də 1 vurulsun, loqaritma 5 əsasdan 27 yazaq. 3də 1 vurulsun, loqaritma 5 əsasdan 27 çıxılsın. Bu 3, bu 2-yə vurulur. Yəni 6-cı dərəcədən kök altda 3 olur. Bunu da 3 üstü 6-da 1 şəklində yazsam, qüvvətlər bir-birinə vurulacaq. Olacaq loqaritma 3 əsasdan 64. Bu da bərabərdir. Loqaritmanın qaydasına əsasən bu 25 ilə 27-nin yerini dəyişə bilirəm. Yazıram 27 üstü 3də 1 vurulsun, loqaritma 5 əsasdan 25. Çıxılsın. Buradakı 3 ilə də buradakı 64-ün yerini dəyişirəm. 64 üstü 6-da 1 vurulsun. Loqaritma 3 əsasdan 3 bərabərdir. Deməli, loqaritma 5 əsasdan 25-in cavabı 2-dir. 3də 1-i də 2-yə vuranda eləyir 3də 2, 3də 2. Gəlin bu 27-ni də 3-ün kubu şəklində göstərək. Çıxılsın. 64 2 üstündə 6-dır. Vurulsun 6-da 1. Loqaritma 3 əsasdan 3-də 1-dir. Baxın, qüvvət qüvvətə vurulanda 3 ilə 3 ixtisar gedir. Burada 3-ün kvadratı qalır, yəni 9. 6 ilə də 6 ixtisar gedir. 2 üstü 1 qalır, yəni 2. 9-dan da 2-ni çıxanda düzgün cavab 7 alınmış olur. Yəni testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 11-ci sual. 11-ci sualda deyir ki, A parametrin hansı qiymətində verilən bu funksiyanın qrafikinə x bərabərdir kök altı 3 nöqtəsində çəkilmiş toxunanın absis oxu ilə əmələ gətirdiyi alfa iti bucağının sinusu kök altı 3 bölünsün 2-yə bərabərdir. Deməli, birinci növbədə biz bilməliyik ki, bu funksiyanın törəməsini tapanda bərabər olurdu k-ya, o da tangens alfanın özü demək idi. Yəni, belə deyək də, k bərabərdir tangens alfaya, o da funksiyanın törəməsi idi. Biz bu funksiyanın törəməsini tapsaq, bax fikir verin, bunun törəməsini tapsaq, yazacaqsınız ki, 2ax çıxılsın kök altında 12. Nəyə bərabər olmalıdır? Tangens alfaya. Bəs tangens alfanı necə tapacam? Bizə deyir ki, bax, bu toxunan deyir, absis oxu ilə əmələ gətirdiyi alfa bucağı var, söhbət bax, bundan gedir alfanın. Deyir, sinusu kök altı 3 bölünsün 2-dir. Əgər sinus alfa bərabərdir kök altı 3 bölünsün 2-dirsə, buradan avtomatik alfa
alfa bucağı nəyə bərabər olacaq? 60 dərəcəyə. Əgər alfa bucağı 60 dərəcədirsə, gətirib burada yerinə qoymalısınız. Yəni tangens alfanı tapmalısınız. Yazıram tangens alfa yox, tangens 60 dərəcə. Bunun cavabını birbaşa yaza bilərsiniz ki, tangens 60-ın cavabı kök altında 3-ə bərabərdir. Və x-in də qiymətini sizə veribsə, bir dənə nə qalır? Gətirib yerinə yazmaq. 2 vurulsun, daha doğrusu 2a vurulsun kök altda 3 çıxılsın kök altda 12 bərabərdir kök altda 3-ə. Buradan kök altda 3-ü mötərizə xaricinə çıxartsaz, 2a çıxılsın, burada qalacaq 4 bərabərdir kök altında 3-ə. Burada kök altda 12-dən deməli kök altda 3-ü mötərizə xaricinə çıxartmış olduq. Kök altda 4, daha doğrusu 2 olaraq bunu hesablasaq. Bir dəqiqə. İndi isə burada kök altda 3-lər ixtisar getsə, sadəcə qalacaq. Burada qalacaq, deməli 2a çıxılsın 2 bərabərdir 1-ə. 1-in üstünə 2 gəlirsiniz. 2a bərabərdir 3-ə və 3-ü də bölürsünüz 2-yə. A-nın qiyməti 1,5 alınmış olur. Testin doğru cavabı olur 1,5. Keçək növbəti suala. Baxırıq burada 12-ci sual. 12-ci sualı deyir ki, verilən bu tənliyin kökləri cəmini tapın. Necə həll edə bilərik? Burada yazaram x kvadrat çıx 2x. Baxın, bu 3-ü parçalayıb 2 və 1-in cəmi şəklində göstərirəm. Bu 1-i yazaram burada. Bu 1-i yazdım əvvəldə. 2-ni saxlayaq sonraya. Deməli, çıxılsın 3 vurulsun. Modulda x minus 1 bərabərdir 0-a. İndi bu ifadəyə diqqətlə baxsaq, bu bizə nəyi xatırladır? X minus 1-in kvadratını xatırladır. Sonra bunu yazaram. Çıxılsın 3 vurulsun x minus 1. 2 də qalar öz yerində. Üstə gəl 2 bərabərdir 0-a. İndi bu modulda x minus 1-ə siz bir dənə a desəz, onda bu modulda x minus 1-in kvadratı elə bu x çıx 1-in kvadratından eyni olmuş olacaq. Yəni a kvadrat fərqi yoxdur. A deyin, t deyin, fərqi yoxdur. A kvadrat çıxılsın 3a üstə gəl 2 bərabərdir 0-a. Viyyətə görə fikirləşsək, bunun kökləri olacaq 2 və 1. Deməli, x minus 1-i bir dəfə 2-yə, bir dəfə də 1-ə bərabər etmiş olacaqsınız. Yazıram burada, modulda x minus 1 bərabərdir 2-yə. Onda buradan x minus 1-i əvvəlcə müsbət 2-yə bərabər eləsəz, x-in qiyməti 3 alınacaq. Yox, x minus 1-i mənfi 2-yə bərabər etsəz, buradan x-in qiyməti mənfi 2 üstə gəl 1, yəni mənfi 1 almış olacaq. Bu 1. Daha sonra siz burada x minus 1-i, yəni modulda olan x minus 1-i, qoy burada yazım, modulda olan x minus 1-i bərabər eləsəz 1-ə, x çıx 1 olduğu kimi 1 olsa, buradan x-in növbəti qiyməti 2 olacaq. Yox, x minus 1-i bərabər etsəz, deməli, neçəyə? Mənfi 1-ə. Onda buradan x-in qiyməti mənfi 1 üstə gəl 1, yəni 0 alınmış olacaq. Diqqətlə baxın. 3, mənfi 1, daha doğrusu 3, mənfi 1, 2 və 0. Aha, köklərə baxmalıyıq. Bunların cəmini istəyir bizdən. 3 ilə mənfi 1-i toplasam eləyəcək 2. 2-nin üstünə 2 gəlsəm 4, 4-ün də üstünə 0 gəlsəm, cavab yenə 4 alınmış olacaq. Yəni, bizim düzgün cavabımız 12-ci sualda 4 alınmış olur. Belə. Keçən növbəti suala. Baxırıq burada 13-cü suala. Deyir ki, verilən bu bərabərsliyin 5-10 aralığına daxil olan tam həllərinin cəmini tapın. Surətdə kvadrat verilib, kvadrat hər zaman müsbətdir. Deməli, məxrəc də müsbət olmalıdır ki, müsbəti müsbətə vuranda böyükdür 0 şərtini ödəsin. İndi gəlin yazaq. X çıx 5 böyükdür 0-dan. Burada x böyük olur 5-dən. Yəni 5-dən müsbət sonsuzluğa qiymət almış olur. Amma unutmayaq ki, x burada 5 qiymətini ala bilməz. Çünki məxrəc 0-a çevrilir. Bir də x 7 qiymətini ala bilməz. Niyə görə? Çünki 7 qoysaz 7 çıx 7 0 eləyəcək. Və 0-ı nəyə bölsəz gərək 0-a bərabər olar. Daxil 0 böyükdür 0 şərti düzgün deyil. Ona görə 7 qiymətində nə edə bilməz? Ala bilməz. 5 və 7-ni ala bilmirsə bu aralığa daxildə 6-nı ala bilir, 8-i ala bilir, bir də 9-u ala bilir. Və bu üçünün də cəmi sizə 23-ü vermiş olur. Deməli, testimizin doğru cavabı olur 23. Keçək növbəti suala. Baxırıq 14-cü suala. Deyir ki, ABC üçbucağında AB AC-yə bərabərdir. Yəni, bu bərabər yanlı üçbucaqdır. AD bərabərdir 6-ya, AD 6-dır, BD də 18-dir. Olarsa DC parçasının uzunluğunu tapın. Deyək ki, bu parçanın uzunluğu x-dir. Bu da 90 dərəcə əmələ gətirib düzbucaqlı üçbucaqdır. Gəlin buradan belə bir hündürlük endirək. Bu hündürlük olsun h. 2 hissəyə böldüm. İndi bura x demişəmsə, məsələn, bura y deyirəm. Bu da olsun 18 çıxılsın y. ABD üçbucağında bizim düsturumuz var ki, h kvadrat bərabərdir m vurulsun n-ə. Yazırsınız ki, h kvadrat bərabərdir y vurulsun 18 çıxılsın y-a.
Bir də elə bura bir h desəm, baxın, AHD 3 bucağında, AHD 3 bucağında hündürlük endirmisinizsə, burada da bir düz bucaq, üç bucaq yaranır. Pifaqor teoremi tətbiq edə bilərsiniz. Bax, bu katet h-dır. Bilirsiniz ki, hündürlüyün kvadratı nəyə bərabərdir? Hipotenuzun kvadratından, yəni 6-ın kvadratı 36-dan çıxmalısınız bu biri katet, yəni y-ın kvadratını. Bax bu formada. İndi bu h kvadratın hər iki tərəfi bir-birinə bərabərləşdirmək lazımdır. Çünki sol tərəfləri eynidirsə, sağ tərəflərini bərabərləşdirirəm. Hətta bərabərləşdirək, gəlin vurub açaq. Y 18-ə vurursunuz, eləyir 18y. Y-ı mənfi y-a vurursunuz, mənfi y-ın kvadratı bərabərdir 36 çıxılsın y kvadrat. Eyni işarə əldə getdi. 18y bərabərdir 36-dırsa, buradan y-ın qiyməti 2 alınmış olur. Bax bu 2-dir. İndi bu 2-dirsə, 18-dən də çıxanda 2-ni, bura qalacaq 16. Bax, fikir verin. Bura oldu 16. Və sonra siz diqqət etməlisiniz ki, axı bu bizə deyirdi AB AC-yə bərabərdir. Deməli, bu 3 bucaq bərabər yanlı 3 bucaqdır. Bərabər yanlı 3 bucaqdırsa, təpədən oturacağı hündürlük endirəndə bu həm də median olur. Bax, bu tərəfin uzunluğu, yəni B-dən H-a qədər olan hissənin uzunluğu 16-dırsa, onda H-dan C-yə qədər olan hissənin də uzunluğu, bax, bu uzunluq da bərabər olmalıdır 16-ya. İndi buranı sizə 2 veribsə, 16-dan 2 çıxırsınız. Deməli, DC parçasının uzunluğu 14 cm bərabər olmuş olur. Testimizin doğru cavabı olur 14. Keçək növbəti suala. Baxırıq 15-ci suala, deyir bu ifadənin qiymətini tapın. Bu mötərizəni gəlin vurub açaq. Kosinus 40-ı vurursunuz 1-ə, elə eləyir kosinus 40. Kosinus 40-ı 2 kosinus 80-ə vurursunuz, eləyir 2 kosinus 40 vurulsun kosinus 80. Bərabərdir. Yenə birinci kosinus 40 olduğu kimi qalır. İkində olduğu kimi saxlayıram. Amma kosinus 40 vurulsun kosinus 80-i deməli hasildən keçiririk cəmi. Olacaq 2-də 1 mötərizədə kosinus 40 üstə gəl 80 edir 120. İndi 40 çıxılsın 80 mənfi 40 edir. Amma kosinusa mənfi təsir etmədiyi üçün onu elə kosinus 40 kimi saxlayırsınız. Bərabərdir. Bu 2 ilə bu 2 ixtisar gedir. Deməli olur kosinus 40 və mötərizəni mənfiyə görə açırsınız. Bu eləyir mənfi kosinus 120. Bu deyilir mənfi kosinus 40. Bundan bu islah olunur. Qalır mənfi kosinus 120. Mənfini saxlayırsınız. Çevirmə düsturuna əsasən kosinus 120-də mənfi 2-də 1 qiymətini alırsa, mənfini mənfiyə vuranda cavab müsbət 2-də 1. Yəni bunu da çevirib 0,5 kimi yaza bilərik. Düzgün cavab olur 0,5. Keçək növbəti suala. Baxırıq 16-cı sual. 16-cı sualı deyir ki, həndəsi sislə əmələ gətirən 3 ədədin hasili 216, ədədi ortası isə 3-də 26 olarsa, bu ədədlərdən ən böyüyünü tapın. Deməli, 3 ədəd var. Bunları hədlər kimi işarə edəcəm. B1, B2 vurulsun B3. Bu bərabərdir 216-ya. Bunların ədədi ortası isə, yəni B1, B2 və B3-ü toplayıb 3-ə böləndə cavab deməli 3-də 26-ya bərabər olmuş olur. İndi bu kəsrin 3-də 26 olmağı o deməkdir ki, baxın, məxrəclər eynidir. 3, 3. Deməli, surətlər də bir-birinə bərabər olmalıdır. B1 üstə gəl B2 üstə gəl B3 bərabərdir 26-ya. Buranı silirəm. Buna ehtiyac yoxdur. İndi başlayaq bunu həll etməyə. B1-i elə olduğu kimi saxlayıram. B2-ni yazıram B1 vurulsun Q formasında. B3-ü yazıram B1 vurulsun Q-nun kvadratı formasında. Bərabərdir 216-ya. Baxın, B1, B1, B1 oldu B1-in kubu. Q üstü 1-i də vuranda, deməli, Q-nun kvadratına, bu da olur Q-nun kubu bərabərdir 216-ya. Bunu bu formada yaza bilərsiniz. B1 vurulsun Q-nun kubu bərabərdir 216, 6-nın kubudur. Onda buradan B1 vurulsun Q bərabər olur sadəcə 6-nın özünə və B1-i də əvəz etsəz, B1 bərabər olacaq 6 bölünsün Q-yə. Bax, mənə bu hissə lazımdır. Bunu yadımda saxlayıram. Keçirəm bura. B1-i yazıram, üstə gəl. B2-ni yazıram B1 vurulsun Q formasında. B3-ü yazıram B1 vurulsun Q-nun kvadratı formasında. Bərabərdir 26-ya. B1-i çıxardıram mötərizənin xaricinə. Olur 1, üstə gəl Q, üstə gəl Q-nun kvadratı bərabərdir 26-ya. Burada B1-i silirəm. Onun əvəzinə gətirib yazıram 6 bölünsün Q. İndi bu Q məxrəcdə 26-ya çarpaz vurulur. Bura olur 26 Q. Bu 6-nı da mötərizəyə vurub açıram. Eləyir 6, üstə gəl 6 Q, üstə gəl 6 Q-nun kvadratı. Onda burada gəlin hər birini bölək 2-yə. Deməli, 6Q kvadratını 2-yə böləndə eləyir 3Q-nun kvadratı. Burada normalda 6Q-dən 26-nı çıxırsınız, mənfi 20 eləyir. Amma onu da 2-yə böləndə mənfi 10 eləyəcək. Müsbət 6-nı da yarıya böləndə eləyir 3. Bərabərdir 0-a.
Vurğulara ayırsaq, deməli 3Q-nü Q-ya vuranda, -3-ü də -1-ə vuranda. Bura olur 3Q çıx 1, vurğulara ayırma zamanı artıq qarşı-qarşıya götürürsünüz. Bu da olur Q çıx 3 bərabərdir 0-a. Onda belə çıxır ki, gəlin buranı silim. Bu hissələr bizə lazım olacaq. Baxın, bu vurğulara ayırma hissəsi ki var, siz bunu yazdınız. Daha doğrusu biz bunu yazdıq. Burada 3Q çıxılsın 1-dən 0-a bərabər edəndə Q-nün qiyməti 3-də 1 alınacaq. Bu birinci qiymət. Buradan 0-a bərabər etsəz Q-nün qiyməti 3 alınacaq. Deməli 2 versiyaya baxacaqsınız. Əgər Q-nün qiyməti 3-dürsə, B1 nəyə bərabər olacaq? Deməli 6 bölünsün 3, 2-yə. Onda B2 nəyə bərabər olacaq? 2 dəfə 3 6-ya. B3 nəyə bərabər olacaq? 3 dəfə 6 18-ə. Yox, əgər mən Q-nün qiymətini 3-də 1 formasına götürsəm, B1 bərabər olacaq 6 böl 3-də 1. O eləyir 18. Çünki tərsinə çevrilir axı. B2 bərabər olacaq 18 dəfə 3-də 1 6-ya. B3 də bərabər olacaq 6 dəfə 3-də 1 2. Yəni 2 versiya mümkün olur. Amma fərqi yoxdur da. Sizdən ədədlərdən ən böyüyünü soruşduğuna görə hər ikisində ən böyük ədəd 18 olmuş olur. 18. Yəni 16-cı sualda testimizin düzgün cavabı 18 alınmış olur. Keçək növbəti suala. Baxırıq burada 17-ci suala. Deyir ki, mərkəzləri O1 və O2 nöqtələrində olan iki çevrə K nöqtəsində xaricdən toxunur. AM parçası K nöqtəsindən keçir və uzunluğu 22 cm-dir. A, deməli O1K. Buranın perimetri ilə buranın perimetrinin deyir, cəmi 56 cm olarsa, çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Lap yaxşı. Bu böyük çevrənin radiusudur. Bu da kiçik, daha doğrusu böyük çevrənin radiusudur. İkisinə də R deyirəm. Buna da bir X deyirəm. Onda bunun perimetrini tapanda nə olacaq? 2R üstəgəl X. Bu kiçik çevrənin radiusu. Buna R deyirəm, buna R deyirəm, buna bir dənə Y deyirəm. Bunun perimetrini tapanda nə olacaq? 2R üstəgəl Y. Deyir, bu bərabər olmalıdır 56-ya. Bax, X ilə Y-ın cəmi var da əlinizdə. Yəni, AM parçasının uzunluğu əlinizdə var, 22. Deməli, X ilə Y sizə 22 verəcək. Onda 2R üstəgəl kiçik 2R. 56-dan çıxırsınız 22-ni. Eləyir neçə? Deməli, 34. Hər tərəfi də 2-yə bölsəz, böyük R üstəgəl kiçik R bərabər olur 17-yə. Sizdən nəyə soruşur? Bax, çevrələrin mərkəzləri arasındakı məsafəni soruşur. Mərkəzlər arasındakı məsafə böyük R üstəgəl kiçik R-ə bərabərdir. Ona görə düzgün cavab burada elə 17 cm alınmış olur. Yəni, testimizin doğru variantı, yox, açıq sualdır, cavab 17 cm alınmış olur. Keçək növbəti suala. Baxırıq 18-ci suala, kompleks ədədləri olan ayrı bir sualdır. Deyir ki, bu kompleks ədədini sadələşdirin. Bizim burada diqqətimizi nə çəkməlidir? Deməli, 2 üstəgəlsin 2-nin kvadratı verib. Biz bilirik ki, i kvadrat bərabərdir -1-ə. Gətirib yerinə yazsaz, 2 üstəgəl, 2 vurulsun -1. Bu nə olacaq? 2 çıxılsın 2 olmuş olacaq, yəni 0. Və vurğulardan biri 0-dırsa, sizcə hasil neçə olar? Əlbəttə ki, hasil, yəni cavab 0-a bərabər olmuş olacaq. 18-ci sualda testin düzgün cavabı olur 0. Keçək növbəti suala. Baxırıq 19-cu sual. 19-cu sualda deyir ki, ABCD paralleloqramında AB üstəgəl AD, deməli buna vektor kimi baxsaq, deməli bunun nələri koordinatlar? -5-dən 12 olarsa AM parçasının uzunluğunu tapın. Paralleloqram qaydası ilə baxsaq, AB üstəgəlsin AD cəmini, AB üstəgəlsin AD cəmini. Siz deməli bunun baxın diaqonalı, AC diaqonalı kimi götürə bilərsiniz. Yəni AB üstəgəl BC o da bərabər olsun AC diaqonalına. Onda buradan AC bərabərdir. Sizə verib də bax, -5-dən 12. Yazacaqsınız ki, AC uzunluğu bərabərdir. Kök altda x kvadrat üstəgəl y kvadrat. -5-in kvadratı 25, 12-in kvadratı 144. Toplayanda eləyir 169, ondan da cavab 13 çıxacaq. Əgər AC diaqonalı 13-dürsə, yadda saxlayın, paralleloqramda diaqonal var, kəsim nöqtəsində yarıya bölünür. Buranın uzunluğu ilə buranın uzunluğu bir-birinə bərabərdir. Ona görə nə edirsiniz? 13-ü də bölürsünüz 2-yə. Düzgün cavab AM parçasının uzunluğu 6,5-ə bərabər olmuş olur. Testimizin düzgün cavabı olur 6,5. Keçək növbəti suala. Və nəhayət baxırıq 20-ci suala. 20-ci sualda deyir ki, verilən bu ifadəni sadələşdirin.
6 olduğu kimi qalsa üstə gəl. Loqaritmi 2 əsasdan sinus 15-i də olduğu kimi saxlasaq, amma bu 2-də 1-i 2 üstü mənfi 1 kimi yazsaq və bu mənfi 1 önə keçsə, avtomatik işarəni müsbətə çevirmiş olacaq. Və əsas nə olacaq? Əsas olacaq 2. Burada da yazıram sinus 75. Bu da bərabərdir. Əsaslar eyni olduğu üçün siz onları vurmaya çevirə bilirsiniz. Yəni 6 üstə gəl, loqaritmi 2 əsasdan sinus 15 vurulsun sinus 75. 75 dərəcə bu vurma olmalıdır burada. Aha. Və mən də deyirəm ki, bu sinus 75-in əvəzinə gəlin onun tamamlayıcı bucağını yazaq. Yəni 15 dərəcəni. Kosinus 15 dərəcə. Cəmi 90 dərəcəyə bərabər olan bucaqlara tamamlayıcı bucaqlar deyilir və birinin sinusu o birinin kosinusuna bərabərdir. Onda burada nə yaranır? Deməli, sinus 15, kosinus 15 bizə verir 2-də 1 sinus 2 alfanı. Bax, loqaritma 2 əsasdan 2-də 1 sinus 2 alfa. 2 dəfə də 15-ni eləyəcək 30. Bu da bərabərdir. 6 üstə gəl. Loqaritmi 2 əsasdan sinus 30-un qiyməti 2-də 1-dir. 2-də 1-i 2-də 1-ə vursaq 4-də 1 eləyəcək. Bunu da 4 üstü yox, mənfi 2 üstü mənfi 2 kimi göstərə bilərsiniz. 6 üstə gəl, loqaritma 2 əsasdan 2 üstü mənfi 2. Bu mənfi 2 keçəcək əvvələ, olacaq 6 çıxılsın 2. Loqaritmi 2 əsasdan 2 də sizə cavabı 1 vermiş olacaq. Yəni onu yazmağa dəyməz. 6-dan da 2 çıxanda düzgün cavab 4 alınmış olur. Bu da bizim deməli sonuncu sualımızın, yəni 20-ci sualın izahı olmuş oldu. Ümid edirəm ki, hər biri tam şəkildə bizə aydın olmuş oldu. Bir daha xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, indi ekrana yazacağı menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 077 590 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.